Səni Rəbbin gözündə böyüdən, səni ali və dəyərli edən o istedadların deyil, o sərmayələr deyil, etdiyin sırf əməllər də deyil. Bəs nədir? Bir məsələ var ki, Allah onu ön plana çəkir. Allah ona baxır. Görüm orada necəsən. O insanın təlaşıdır. Quran buna səy deyir. İnsanın səy etməsi. Biz də belə deyirik danışıqlarımızda. Deyirik, bir şəxs filan mövzuda maksimum səy göstərdi. Maksimum təlaş, maksimum səy. Bu səy insan halətidir. Rəbbimiz üçün, Xaliqimiz üçün mühüm nöqtə sənin səyin və çalışmandır. Nə qədər səy göstərirsən, nə qədər çalışırsan, sənin sərmayən çoxdur, istedadın boldur. Etdiyin əməllər də yox, bu sərmayə istedadlar da yox. Allahın gözündə sənin böyümən nə o yandadır, nə bu yandadır. Bəs nədədir? Sənin səyində və çalışmandadır. Nə mənadır? Qoy ayəsini deyim. O ən leysə lil insan illə ma sa'a. İnsan sən səylərindən və çalışmalarından ibarətsən. Ayət. Əməlin azlığı ilə çoxluğu ilə deyil, səyvin azlığı ilə çoxluğu iləndir. Qoy misal çəkim, aydın olsun. Məsələn, bir nəfərin 1000 manatı var, 100 manat sərf elədi lazım olan yerdə. Rəbbin istədiyi yerdə. Neçədə bir? 1000-dən 100, onda birini verdi. Birində 100 manatı var, 10 manat verdi. Əməllər fərqlidir, razısınız? Biri 10'dur, biri 100. Amma səy, çalışmaq ikisi də eynidir. O da 10'da 1 verib, bu da 10'da 1 verib. Nə olsun, biri 10 verib, biri 100 verib. Birinin milyonu var, o qədər verib, birinin azı var, bu qədər verib. Əmələ baxanda fərqlidir. Amma əmələ baxanda fərqlidir, səyə də baxanda, daha doğrusu, əməl baxsan biri 10 manat verib, o birisi 100 manat verib bu misalda. Əməllər fərqlidir, 10, 100, amma səylər eynidir. O da 10'da 1 eləyib, bu da 10'da 1 eləyib. Amma indi bir də nəzərə alın ki, 1000 manatı olan 100 manat verib, 100 manatı olan 50 manat verib. Burada nə baş verdi? 1000 manatı olan 100, 100 manatı olan 50 manat xərcləyib. Baxanda əmələ onun 100'ü bunun 50'sindən çoxdur. Amma səyə baxanda, səy və təlaşa baxanda görürsən ki, o 10'da 1 eləyir. Bu isə əlində olan imkanlarının yarısını verib. Bu ondan sən demə neçə pillə qabaqdadır. Axı bu azdır ondan, bu 50, o 100'dür, nə olsun? Allah əmələ yox, səyvə baxır. Düzü sən 1000 manatın 100'ünü vermişsən, 100 çoxdur. O 100 manatın 50 manatını verib, 50 azdır bu mənada. Amma nisbət etibarı ilə sən 10'da 1 iş gördün, o əlində olan imkanın yarısını verdi. Allah deyir, sənin səyin onun səyindən daha qabaqlıdır və məni üçün sənin səyin daha qiymətlidir. İnnə səyəkum ləşəddə. Quran deyir, səylərimiz müxtəlifdir. Bu eynə ilə baxın həyatınıza, görün. Ona görə onda bu imkanat var, məndə bu imkanat var. Bu üzdən təhlil eləməyin. Mənə verilən bu imkanatlardan nə qədər səy göstərirəm və Kamal yolva da o cür hərəkət edirsən. Ona görə görsən, biri məsələn misal üçün bir dənə günahla üzləşir, o günahdan çəkilir. Həmən adam da çəkilir, başqa adam da çəkinir həmən günahdan. Bu daha çox ucalır mənəvi nöqteyi nəzərdən. O bundan az. Niyə? Oturub araşdıranda görürsən ki, bunun düşdüyü o şərait daha çətin idi o günahdan qurtulmaq üçün. Bu birisinin düşdüyü şərait qurtuldu bu da, amma asan qurtuldu, rahat qurtuldu. Bu daha çox səy göstərdi və təlaş göstərdi. Allah deyir, onun səyinə, təlaşına baxır. Bir dənə tarixi hadisə deyim sizə. Həzrət İmam Həsən ilə İmam Hüseyin xəstələnib. Peyğəmbər gəldi də, Əlican, bir nəzir eləyin, İnşallah sağalar Həsən və Hüseyin oruç tutarsınız. Nəzir orucu eləyin. Yufuna bin nəzir, İnsan surəsində. Onlar da deyir, nəzir elə, sonra nəzərə vəfa eləyirlər. Nə deməkdir bu? İmam Həsən və İmam Hüseyin oruç sağaldılar. Ondan sonra indi nəzir orucu tutulmalıdır. Deyirlər, İmam Həsən də tutdu, İmam Hüseyin də tutdu, Əmirül-Möminin və xanım Fatimə. Fizzə də qoşuldu onlara. Evdə o vaxt çox çətin idi maddi durum o illərdə. Borc aldı Əmirül-Möminin, gəldi biraz nəsə un aldılar, çörək hazırladılar.
Birinci gün bir dənə çörək. İkinci gündə bir çörək, üçüncü gündə bir çörək. Və üç gün elə bir onlar gəldi qapını döydü. Bir gün miskin, bir gün yetim, bir gün əsir. Bunlar da o çörəkləri verdilər, getdi. Yaxşı, bu çörəkləri ki verdilər, getdi, özləri su ilə iftar elədilər. 3 dənə çörək verdilər Allahın yolunda, 18 dənə aya gəldi. İndi necə ondan danışırıq? 3 çörək verirsən, 18 aya gəlir. Axı, bu çörək bu qədər qiymətli, bu çörəkdən biz nə qədər veririk? Məsələ budur ki, Həzrəti Zəhra, Həzrəti Əli və o ailə və Fizzə xanım nə var idisə bütün səylərini ortaya qoydular. Məsələ budur. Məsələ budur. Bir var adam yeyir, doyur, artıq qalanını verir Allahın yolunda. Bir var insan yeməmişdən qabaq İmam Rıza kimi deyir, yeməyin yaxşı hissəsini verin fəqir füqaraya. Bir pillədə qalxırsan, Əhl-i Beyt bunların zirvələrini də görüb də özü ac qalıb yedir də bilir. Mən demirəm öz ailə və ac qoy kimisi yedirdi. Mən keçən dəfələrdə bunu toxunmuşam. İndi ailənin ruhu o həddədir. Biri Həsəndir, biri Hüseyndir. İnsan bu həddə yetişə bilərmi? Yetişə bilər. İşim də bundan yoxdur. Demirəm, onlar elə bir yerdədirlər ki, biz ora çata bilmərik. Yəni, elə zirvələri qət eləyə bilmərik. Bəli, onlar zirvələrdədirlər. Biz nə qədər getsək, qabaqdadılar onlar. Ondan söhbət getmir. Amma bu işlər ki var, bunları biz də görə bilərik. Yol açıqdır. Amma onlar daha qabaqlardadılar, yüksəkliklərdədirlər, zirvələrdədirlər. Ona görə mühüm məsələ budur, mənim qardaşlarım, bacılarım. Nə qədər səy və təlaş edirsiniz bu yolda. Xanım Fatimə 18 il yaşadı, Seyyidətü Nisa'l aləmin oldu. Bütün xanımların ən üstün oldu. İmam Sadiq həmən çətin şəraitdə və durumda 4000 tələbə yetişdirdi. Mənsur Dəvaniqi deyirdi o Abbasi xəlifəsi, İmam Sadiq boğazımda bir sümüydü. O çətin şəraitdə 4000 tələbə. Bütün səyini çünki qoyub ortaya. Məndə o vəziyyət yoxdur, səndə bu vəziyyət yoxdur, məndə o imkan yoxdur, onda bu imkan var deyənə bu belə ucaldı. Hamımızda nəsə var ki, kəmal yoluna hərəkət edək. Peyğəmbər vaxt vardı, imkanatı, pulu yox idi, Allahın yolunda xərcləsin, amma əmin ləqəbini qazandı və cəmiyyətin hörmətini qazanmışdı. Əmanətdar insan kimi. İndi adam var, pulunu xərcləyər, hörmət qazanır cəmiyyətdə. Adam var, dürüstlüyü ilə hörmət qazanır cəmiyyətdə. Hamı əlində olan imkanatlarına harası çata bilər. Qalıb sənin mənim səyimə və çalışmağıma. Ona görə bəzi adamlar elə verdiyini sayır. Mən filan qədəri verdim. Otur insafla, gör nə qədər Allah sənə verib. Ondan sonra vur ona, gör nə qədər səy göstərsən. Milyonun var, bir dənə fəqirə ev tikmisən, o hər yerdə deysən. Milyonların var. Onu ilə hesablanmır. Düzdür, əməldir, Allah qəbul etsin. Amma sənin səyin nə qədərdir? Nə qədər, neçə faizini Allahın yolunda işləyə bilirsən, görə bilirsən? Nə qədər eləyə bilirsən? Məsələ odur. Biz bir iki də iş görürük, 5 il ondan yaşayırıq. Özümüzü, vicdanımızı sakitə, vicdan oyanır axı, çalışmaq lazım, deyirik o eləmişik. 5 ildə onu deyirik o eləmişik. 10 ildə deyirik o eləmişik. Biz bizə verilənlərə yox, bizim verdiklərimizə daha çox baxırıq, gözümüz orada qamaşır. Biz bunu ikisini yanbayan görəndə görəcəyik ki, verdiyimiz qətrədir, aldığımız dəryadır. Elə bil okeandan bir vedrə su verirsən bir nəfərə, deyirsən da bəsimdir. Məsələ budur. O vedrə ilə suyu vermək əməldir. Sənin səyin çalışman var, o səydir. Quran deyir, mən sənin səyivə baxıram.